Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz etiqadi ayələr barəsində idi. Ötən bəhslərimizdə etiqadi ayələr nədir və eyni zamanda etiqadi ayələri biz necə müzakirə etməliyik, bunların faydası nədir? Siz əzizlərlə qısa olaraq bunları müzakirə etdik. Bugünkü mövzumuz Quranda yer alan etiqadi qruplar barəsindədir. Sual budur ki, ümumən Qur'an-ı Kərim hansı etiqadi qruplar və inanc sistemləri barədə fikir bildirib və Qur'an-ı Kərim nazil olan zaman Ərəbistan yarımadasında yayılmış olan etiqadlar və etiqadi qruplar hansılar idi? Biz bu məsələni iki formada və yaxud iki istiqamətdə araşdıra bilərik. Birincisi bundan ibarətdir ki, Quranın nazil olduğu dövrdə Ərəbistanda etiqadi mənzərə necə idi? İkinci məsələ, Quran yalnız lokal inanc sisteminə öz münasibətini bildirib, yoxsa ümumi bir mövqe sərgiləyib. Daha aydın desək, Qur'an-ı Kərimin nazil olduğu dönəmdə Ərəbistan yarımadasında hansı etiqadi qruplar var idi, hansı dinlər var idi və etiqad barəsində hansı məsələlər var idi. Biz bu barədə, yəni bunu biz elmi tərəfdən təhlil etmək istəsək, müxtəlif tarix kitablarına müraciət edə bilərik. Amma ən sağlam yollarından da biri, bu barədə Həzrəti Əleyhisselamın bir kəlamına diqqət etmək uyğun ola bilərdi. Çünki İmam Əleyhisselam bu barədə bizə ən gözəl məlumatı verib. Nəhcül Bəlağada yer alır bu xütbə. İmam Əleyhisselam buyurur ki, وَأَهْلُ الْعَرْضِ يَوْمَئِذٍ مِلَلٌ مُتَفَرِّقَ Yer əhli, yəni dünya cəmiyyəti o dövrdə, yəni Peyğəmbərin bi'sət, yəni Peyğəmbərliyə seçilməmişdən ki dönəmdən qabaq müxtəlif dinlərə və məzhəblərə bölünmüşdülər. İmam Əleyhisselam ümumi bir bizə qayda verir. Və əhlül ərzi yevməizin miləlin mütəfərriqə. Hələ bu miləl burada çox güman, yəni hələ ilahi və səmavi dinlər nəzərdə tutulur. Yəni səmavi dinlərin özü hələ müxtəlif idi. Müxtəlif parçalara bölünmüşdü etiqadi baxımından. Və İmam Əleyhisselam buyurur ki, وَأَحْوَاءٌ مُنْتَشِرَةٌ Və o zaman insanlar müxtəlif yanlış meyillərə və təraiqun mütəşəddidə dağınıq yollara sahib idilər. Və bunlar nə edirlər? Beynə müşəbbihə lillah bi xəlqihi bəziləri Allahı öz məxluqlarına bənzədirdilər. Əv mulhidin fi ismihi bəziləri Allahın adını, Allahın o feiliyyətini, rububiyyətini inkar edirdilər. Əv müşirin ila qeyrihi ya Allaha deyil başqasına işarə edirlər, yəni onun yerinə şərik qoşurdular. Fəhədahum bih minəd-dalalə Belə bir zamanda Allah öz rəsulu ilə bunları hidayət etdi. Və ənqazəhum biməkanihi minəl-cəhalə Allah Peyğəmbər vasitəsilə onları azğınlıqdan hidayətə çatdırdı və onun vasitə edərək cahillikdən onları qurtardı. Demək, bu məsələnin faydası bundan ibarətdir ki, Qur'an hansı etiqadla üzbəüz idi və bu etiqadları necə aradan apardı. Bütün bunları bəhs etmək üçün biz Qur'an-ı Kərimdə yer alan və Ərəbistan dönəmində, yəni Qur'anın nazil olduğu dönəmdə etiqadi qruplar hansılar idi? Qısa olaraq buna seyrimiz olmalıdır. Dediyim kimi, bu barədə ən gözəl kəlam İmam Əlinindir. Bu kəlamı İbn Əbülhədid Nəhcül Bəlağanın şərhində daha geniş formada təhlil edir və qısa olaraq mən İbn Əbülhədidin bu barədə yazdığını qısa olaraq sizlərə Allahın köməyinə çatdıracağam. İbn Əbülhədid buyurur ki, فَأَمَّا قُولِهِ وَأَهْلُ الْأَرْزِ يَوْمَئِذٍ مِلَلٍ مُتَفَرِّقَ Ki, İmam Əleyhisselam buyurur ki, o gün müxtəlif din sahibləri bölünmüşdülər.
Buyurur ki: "İnnel ulemâ yezkurûne ennen-nebî ba'se ve'n-nâs əsnafun şətta fi ədyanihim." O zaman ki Allah Resulü peygamber olarak seçildi, bu dönemde insanlar müxtəlif dinlərdə idi. Onlardan bəziləri Yahudun və Nəsara və Məcusun və Sabiun və Əbədətul Əsnam və Fəlasəfə və Zənadəqə. Qısa olaraq burada İbn Əbil buyurur ki, bu dönemdə din olarak Yahudilər, Nəsranilər, yəni Xristiyanlar, Məcusilər, Sabilər, bütpərəslər, filosoflar, mülhidlər, zındıqlar bunlar yer alırdı. Yəni bir tərəfdən dünyada bu dinlər var idi. Daha sonra buyurur ki, "Əl-qavl fi ədyanil ərəb fil cahiliyyə." Kur'an nazil olduğu dövrdə Ərəbistanda etiqadi məsələlər hansıydı? İbn Əbil buyurur ki, وَقَانُوا أَسْنَافًا شِدَّا. Bunlar da bir neçə sinifə bölürdülər. Onlardan bəziləri muəttələtun adlanırdı, bəziləri isə qeyri muəttələ. Muəttələ və yaxud müəttələ olmayanlardan məqsəd budur ki, yəni onların bəziləri hər bir şey inkar edirdilər, ilahi qüvvəni inkar edirdilər, bəziləri də Allahın varlığını qəbul edirdilər. Daha sonra buyurur ki, fəəmməl əl-muəttələ minhum. Amma onlar ki müəttələ idi, yəni inkarcı mövqedə dayanmışdılar səmavi dinləri. Onlardan biri Dəhriyun adlanırdı. Onlar ənkərəl xaliq vəl-bəs vəl-iadə. Onlar Allahı və Peyğəmbəri qiyamət günü inkar edirdilər. Və qalu ma qaləl Qur'an əl-əziz anhum. Onların etiqadını, onların görüşünü Qur'an-ı Kərim belə açıqlayır. Mə hiyə illə həyatuna dünya nəmutu və nəhya və mə yuhliknə illəd-dəhr. Quran-ı Kərim onların etiqadını bəyan edərkən buyurur ki, onlar deyərdi ki, bizi yalnız bu dünya həyatı vardır, ölürük və dirilirik, bizi yalnız zaman, yəni dəhr məhv edir. Bunlara dəhriyun deyilir. Günümüzdə bunlar, məsələn, müxtəlif formalarda ateistlər ola bilər, materialistlər ola bilər. İkinci qrup ki, Qur'an-ı Kərim onlardan bəhs edir, sosial teistlər və yaxud deistlərdir. İbn Əbil buyurur ki, onlardan bəziləri tərəfə bil xaliq, Allahı qəbul edirdilər, və ənkərəl bəs, amma Peyğəmbər və axirəti inkar edirdilər. Və Allah Teala onlar barəsində belə buyurur. Qalə mən yuhyil izam və hiyə ramim. Mübarək Yasin surəsində bir dəstə şəxsə deyir ki, çürüyüb torpağa dönmüş sümükləri kim dirildə bilər, kim bunları canlandıracaq? Yəni bunlar xaliqə inanırlar, amma insanın axirətdə dirilməsinə etiqadları yoxdur. Üçüncü qrup müxtəlif şirk dəstələridir ki, Allaha şərik qoşurdular. Və minhum mən əqarrə bil xaliq. Xaliqə iqrar edirdilər və bir formada axirətə də etiqadları var idi və ənkərər rusul, amma peyğəmbərliyi inkar edirdilər. Bunlar da müxtəlif bütpərəstlər və müşriklər adlanırdı. Dördüncü qrup tənasüx və yaxud ruhların bədəndən başqa bir bədənə keçdiyinə etiqad edənlər idi. Və kənə minəl ərəb mən yə'təqidu tənasüx və tənəqqələl ərvah fil əcsad. Ərəblərin bir qismi də ruhların bədəndən bədənə keçdiyinə, yəni tənasüxə və yaxud reinkarnasiyaya inanırdılar. Bu qrupda olanlar hamiyə inancına sahib idilər. Hamiyə inancı bundan ibarət idi ki, ölən şəxs güya öldükdən sonra onun bir bədənindən ya ruhu quşa çevrilir və s. filan. Bunlar hamısı o dönemdə yer alan etiqad idi. Eyni zamanda bütpərəstlər var idi. Bütlərin bəziləri Allaha şərik sayırdılar. Bəziləri isə bütləri Allaha şərik yox, Allaha vasitə olaraq bilirdilər. Digər bir dəstə müşəbbəhə və mücəssimə idi. Yəni Allahı insana bənzədirdilər, Allahı nəyəsə oxşadırdılar. Ümumilikdə əzizlər, İbn Əbil Hədid burada 8-dən çox ərəblərin daxilində olan etiqadi cəryanlara, etiqadi qruplara toxunur. Bu onu göstərir ki, Qur'an-ı Kərim ərəblərin dini inancı sadəcə bir formalı və bütpərəstlik olmamışdı.
Bəlkə Qur'an-ı Kərim fərqli etiqad və inanclar qarşısında həqiqi, doğru ilahi etiqadı bəyan etmişdir. Demək, bu məsələ, yəni mən burada qısa olaraq müzakirə etdim, zehninizdə olmalıdır ki, Qur'an-ı Kərimin ayələri həm Ərəbistanda yer alan etiqad məsələlərinə işarə edir və Ərəbistanda yalnız bütpərəstlik yox idi və eyni zamanda dünyada olan müxtəlif etiqadi məsələlər barəsində öz fikrini, öz görüşünü bəyan etmişdi. Bu barədə inşallah gələn görüşlərdə siz əzizlərlə müzakirə edəcəyik ki, Qur'an-ı Kərim bu etiqadlar barəsində hansı görüşdə olmuşdu və bunlar barəsində bizə hansı məlumatı verir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.